Salam, bərabərsizliyin tam həllərinin sayını soruşur. Əvvəlcə burada deməli 4 üstü y plus 1-i yazırıq ki, 4 üstü y vurulsun 4 üstü 1 minus 16 vurulsun 2 üstü y kiçikdir 20. 4 üstü y-in yerinə yazıram 2 üstü 2y vurulsun 4 minus 16 vurulsun 2 üstü y kiçikdir 20. 2 üstü y-ə bir t desək, t əvəzləməsi aparsaq, olacaq t kvadratı vur 4 minus 16 vur t kiçikdir 20. Hər tərəfi 4-ə bölürəm. T kvadratı minus 4t. 20-ni 4-ə bölürəm 5. Sol tərəfə keçəndə minus 5. Köklərdən biri Viet teoreminə görə 1-dir. Digəri də 5. İndi baxaq hansı mənfidir. Cəmi müsbət 4 olmalıdır. Deməli 1 mənfidir. Ədəd oxununda qeyd edirəm. Mənfi 1, 5. Ortada 0 var. 0 aparıb burada yerinə qoysaq. Deməli olacaq mənfi, kənarlarda müsbət. Deməli, bizim t ədədimiz mənfi 1-dən böyükdür, 5-dən kiçikdir. Amma t nəyə bərabər idi? 2 üstü y-ə. Ortaya 2 üstü y salıram. Mənfi 1 kiçikdir, 2 üstü y kiçikdir, 5. Deməli, biz burada bilirik ki, 2 üstü y həmişə 0-dan böyükdür. 2 üstü y-i 5-ə bərabərdir, görək neçə alırıq. Bu tənliyin həlli y bərabərdir, loqaritma 2 əsasdan 5. Loqaritm 2 əsasdan 4 olsaydı 2 olardı. 2 əsasdan 5 2-dən böyükdür, yəni təqribən 2,1 götürə bilərəm. Deməli, burada olacaq bərabərsinin həllər çoxluğu mənfi 1 və 2,1 yazsaq. Dedik ki, mənfilər almır, yəni bu aralıqdakı ədədlər 0 ola bilər, 0-ı alır. Çünki 2 üstü 0, y-ə yəni, bizə burada y lazımdır. Biz y-ə 0 verə bilirik. Y-ə 0 verəndə 2 üstü 0, 1 olur. 1 də mənfi 1 ilə 5 aralığında yerləşir. 0 verə bilirik y-ə, y-nin ala biləcək qiymətlər bizə lazımdır. 1 verə bilirik, bir də 2-nin özünü verə bilirik. Çünki 2 üstü 0, 1 həmin aralığa daxildir. 2 üstü 1, 2 həmin aralığa daxildir. 2 üstü 2, 4 həmin aralığa daxildir. Deməli, y-in tam həllərinin sayı 3-ə bərabərdir.